Davam edirik. Goranboy 2026 Gənclər Paytaxtı layihəsinin açılış mərasimi keçirilir. Tədbir çərçivəsində Gənclər Paytaxtının rəmzi açarı rayon rəhbərliyinə təhvil verilib. İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb. Hazırda isə konsert proqramı keçirilir. Ətraflı məlumatları bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Xaliq Qurbanlı çatdıracaq. Xaliq, buyurun, söz sizdədir. Bəli, qeyd etdiyiniz kimi bugün Goranboy rəsmi olaraq Gənclər 2026-nın paytaxtı seçilir və bir neçə dəqiqə bundan öncə tədbirin rəsmi hissəsi yekunlaşdırdı və Gənclər Paytaxtının rəsmi açarı Sumqayıtdan belə deyək, təhvil alınaraq Gənclər və İdman Nazirliyi xərci ilə Goranboy rayonuna təqdim olundu. Və biz hal-hazırda Gənclər Paytaxtı seçilən Goranboyun Heydər Əliyev Park kompleksindəyik ki, burada da artıq müxtəlif istiqamətlər üzrə tədbirlərə start verilmişdir. Xatırladım ki, Gənc Fest proqramı da məhz bu ərazidə təşkil olunur və 2 gün davam edəcək Gənc Festdə müxtəlif zonaların açılışları var və bir neçə gün davam edəcək məhz Gənc Festdə hərbi vətənpərvərlik zonası, yaradıcılıq zonası, solüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər, əyləncəli zonalar təşkil olmuşdur ki, məhz bölgədə keçirilən bu kimi tədbirlər Goranboylu gənclərin inkişafına, onların müxtəlif sahələr üzrə perspektivli ideyaların ortaya qoymasında müstəsna rol oynayacaqdır. Qeyd edim ki, bir neçə il bundan əvvəl ölkə prezidentinin sərəncamı ilə məhz Goranboyda itkilərə istifadəyə verilən Goranboy Olimpiya kompleksdə məhz gənclərimizin idman və idmanın müxtəlif sahələri üzrə inkişafında müstəsna rol oynamaqdadır. Qeyd edim ki, Goranboy 2026 Gənclər Paytaxtı seçilməsi ilə bağlı olaraq məhz Heydər Əliyev Park kompleksində, Heydər Əliyev mərkəzində bayram konserti davam edir və bayram konsertinin axşam saatlarına doğru qədər belə deyə davam etməsi nəzərdə tutulur. Bizim Goranboydan Gənclər Paytaxtı 2026 ili çərçivəsində seçilmiş Goranboydan çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm ətraflı məlumat